Ananın öz uşaqlarına qarşı amansızlığı. 2017-ci ildə Birləşmiş Ştatların Atlanta şəhərində dəhşətli bir hadisə baş verdi. Biri 1 yaşında, digəri isə 2 yaşında olan iki azyaşlı oğlun anası Lamora Williams ağlasığmaz bir cinayət törətdi. 24 yaşlı Lamora uşaqların atası ilə bir müddət öncə ayrılmışdı və həmin gün qadının içinə sanki şeytan girmişdi. Daha dəqiq olsaq, o öz körpələrini diri-diri sobada bişirməyə qərar verdi. Cinayətdən sonra Lamora uşaqların atası Jamil Penə zəng edərək yaşadığı dəhşətli hissləri onunla bölüşmək istədi. Ata isə video zəng vasitəsilə uşaqları bu vəziyyətdə görən kimi dərhal polisə xəbər verdi. Mütəxəssislər bu izlərin yüksək temperaturun təsirindən yarandığını, uşaqların uzun müddət və hətta bütün gün sobada qaldıqlarını düşündülər. Həyatında olan maddi sıxıntılar, psixoloji problemlər və cəmiyyətin yaratdığı təzyiq sanki Lamoranı çıxılmaz vəziyyətə salmışdı və nəticədə dəhşətli sonluğa gətirib çıxardı. Psixiatriya ekspertizaları isə 7 il davam etdi və nəhayət Lamora Williams'ın işi məhkəməyə çıxarıldı. Psixik xəstəlikdən əziyyət çəkdiyinə baxmayaraq Lamora Williams qətldə və uşaqlara qarşı qəddar davranışda ittiham olundu. Ömrünün qalan hissəsini isə dəmir barmaqlıqlar arxasında keçirəcək. Özünüzü qoruyun.